Salam. Bilirsiniz, mənə gələn mesajlar, çeklər, sübutlar falan filan artıq məni təəccübləndirmir. Niyə? Çünki bilirsiniz ki, dəfələrlə demişəm ki, əsəbdən gülürəm dostlar. Yəni bilməyənlər də artıq yavaş-yavaş anlamağa başlayır ki, Cənab Nazirimiz Emin Əmrullayevin təşkil etdiyi sertifikasiya imtahanı başdan ayağa OTİDO A-dan Z-yə kimlərəsə sərf eləyib. Artıq mən tutaq ki, qadınları bilirdimsə, artıq kişilər peyda olub, üzə çıxıbdır. Və mənim əlimdə onların şəkilləri var. Mən onları paylaşacağım. Heç də qorxub eləmirəm. Yəni, Əfsanə Abdullayeva idi, deyirdilər. Sonra Şəhla Xırdalanda bir müəllimdir. Bu haqda onu da araşdırmaya başlayıblar artıq. Və Şamaxı Qusar tərəf, o tərəfdə isə bir Gülarə adında müəllim var. Və onları da atılan pulların çekləri də hal-hazırda əlimizdədir. Yəni, onlar haqqında da araşdırma gedir. Yəni, Əfsanə Abdullayevaya baxıram ki, ən cılız belə, necə deyərlər, problem yaradan biriymiş. Çünki ondan da böyük problem yaradanlar var. Yəni, videoda görəcəksiniz, paylaşacağım çekləri, səs yazıları. Həqiqətən də mən dəhşətə gəlirəm ki, yəni, hətta pulları yığıb aradan çıxan var. Bir ildən artıqdır ki, bilmirlər, ölübdür, qalıbdır. Paylaşdığım videodakı şəkildəki o şəxsləri tanıyanlar xahiş edirəm, mənə məlumat versin, son dəfə harda görmüsünüz. Yəni, bu belə olmaz. Baxıram ki, sertifikasiya çoxları üçün bir qazanc mənbəyi oldu. Villalar alanlar, maşınlar alanlar, xarici ölkədə istirahət edənlər belə üzə çıxdı. Sağ ol da Nazir, Allah köməyin olsun. Kimlərinsə cibini boşaltdın, kimlərinsə cibini doldurdun. Allah köməyin olsun. Amma belə olmamalıydı. Həqiqətən də, yəni, mən bir müəllim olaraq sevinmişdim ki, nə yaxşı. Mənim məktəbimdə də savadsız müəllimlər var idi ki, onlar üzə çıxacaqdı. Amma təəssüflər olsun ki, o savadsızlar ən savadlı kimi nəticəsini göstərdi. Demək ki, həqiqətən də saxtakarlıq var. Buyurun, ardını görün, nə var, nə yox. Orxan Vüsala ilişib. Vüsalda Təhsil İnformasiyalaşdırma İdarəsinin rəhbəridir. Yəni, o Orxanın birbaşa tabi olduğu şəxsdir, qurumdur. Vüsal promo üzəyə vurub, buna bilmirəm, hardan xəbər tutub, nətə Orxan özdə mat qalıb. Dilinə nə haqqa versin, bu nədir? Orxan da palajindən çıxdı, özünü yerə vurmadı. Deyir ki, belə də yayda 2 nəfər imtahan verib və vakansiya olmayıb, indi şey olur, yerləşdirilir olar. Əsaslandıracaq sənədləri istəyir Vüsal. Orxan indi həmin sənədləri hazırlayır. Hazırlasın, elə bir yerdə keçəcək ora. Keçib oradan özüm xəbər edəcəm. Bu müddət ərzində səbirli olun. Qalan hər şey qaydasındadır. Vüsalı bir dəyər nizamlasın. Axşamınız xeyir olsun. Yox, bu gün şey olmayacaq. Vüsalla sülhə gəldilər, şübhələnmədi heç ümumiyyətlə. Axı, yaxşı olan bitdi. Prosta Vüsal həm texniki xətaloglarını, imtahan vaxtı ümumiyyətlə bütün texniki xətaloglarını istəyib. Bir də vakansiya seçimi vaxtı texniki xətaloglarını istəyib. Bu da çıxdı, getdi şeyə, afiyettinə ki, oradan şey eləsin. Həmən xəta kodların falan işləsin. Yerində təqdim edilmədi, variant gəlib ki, afiyetindədir. Ancaq oradan şey eləyə bilərəm. Sabah verə bilərəm, güya ki, orada hazırdır. Elə sistemdən çıxarış verin ki, güya oradan çıxacaq. Gecə ilə ki, getdi ki, ora şey eləsin. Müəllimə, kimsə nəsə demir ki, kimin pulu nə qaytarılır və yaxud da qaytarılmır anlayışı. Siz mənə keçən səfər konkret olaraq dediniz ki, mən 500 manat cibimdən Rəsul müəllimə vermişəm.
Sonra 1000 manat oldu. Sonra dediniz bunun 500'ü qayıtdı. Nə oldu? Mən də Rəsul müəllimə ödəməni elədim. Oradan sonra dedi konkret olaraq, yəni bu məsələ bağlanıldı. Yəni Rəsul müəllim orada soruşun. Mən bayaq Rəsulun özündən də danışmışam. Dedim məgər ki konkret olaraq belə bir məsələ varsa, yəni neçə gün keçib də həmin məsələnin üzərindən neçə gün keçib. Deyərdin ki, müəllim, yəni filan kəsə veriləsinizsə, yəni Rəsulun özündən danışdığımı deyirəm. Filan kəsə veriləsinizsə bu qədər qalıb, onun pulu çatdırılmalıdır. Yəni orada 3-ü düzəldən, 5-i düzəldən ki, Timbolidə bu miqdara düzəlir, iş mən elə də belə də yüküm azalır. Bitib. Bunu mən izah eləyəməm. Yəni bir növ Eşqi müəllimin yanından mən necə deyim, şad xürrəm çıxıram, sizə məsələni izah eləmək istəyirəm ki, artıq bitib. Siz məsələni, yəni əstəğfurullah, ittiham kimi başa düşməyin bunu, çox xahiş edirəm. Siz məsələni başqa yerə çəkməyə çalışırsınız. Yəni demək istədiyim valla iş bitib, bu iş sizindir. Birinci bax, mən özümü orada hər iki tərəfli sığortaladım, hər iki tərəfli. Dedi ki, saat 11, dedim müəllim 3 dəfə bu mənə deyil, bax, olmaz netiraz, axı mənim yaxam əllərdə qalır. Deyir, birinci gün saat 11-də olmasa, namizədlər gəlsin buradan agentliyin rəsmi möhrü, nazirliyin rəsmi möhrü ilə məktəblərə yaxınlaşsınlar. Səs yazılarında gördünüz. Şəkilləri də paylaşdım. Bir daha deyirəm. Bunları tanıyanlar varsa, axırıncı dəfə harda görübsə, mənə müraciət eləsin. Səs yazıları daha çoxdur. Mən nələr eşitdim, mən nələr tapdım, araşdırdım, şokdayam. Yəni həqiqətən də, yəni bu şok məni artıq sarsıtmır da. Yəni mən ilk gündən artıq gördüm ki, həqiqətən də bu bir oyun imiş. Xahiş edirəm, zərər çəkənlər mənə yazın.